Herkesin sabahı xeyir olsun, günü uğurlu olsun. Bu nədir? Panoramanın karabkadan su radiatoruna gəlib, karabkanın yağını su radiatorun içərisində soyudur, bir də qaytarır. Bax, bu sürücü yolda getdiyi yerdə, bax, bu borunun özü. Nəyə görə hər kəsin də yeni avtomobillərə yeni avtomobiller almaq istəyir? Bax, hamısı avtomobillerin qocalığından irəli gəlir. İndi sən bu avtomobildə hansı hissəni durub bir ucdan dəyişəsən ki, bu yeni olsun. Görürsünüz, getdiyi yerdə, yolda getdiyi yerdə bir dənə o şlanq borunun partlaması, bax, altın yağına zadına da baxın, motorun düz qabaqda yerləşir. Bax, biz yenilədik onu, düz qabaqda yerləşir. Hər yerdə karabkanın yağını atıb eşiyə, sürətlər qutusunun içərisində yağ qurtarıb, sürətlər qutusuda 100% sıradan çıxıbdır. Gülə-gülə getdiyin yerdə köhnə maşındır. Köhnə avtomobilində bax, dərdi budur. Ona görə də ucuz da olsa hər kəs qaçır yeni avtomobilə ki, belə şeylər ən azından 5-10 il olmayacaq. Bu da neçənci ilin? 2002-ci ilin avtomobilidir, 20 ilin, 22 ilin avtomobilidir. Bax, belə bu şeylərdə bu da, baxın, sabah da buradakı partlayacaq. Bax, görürsən, bu sol tərəfdəki, bir gündə bu da bu sağ tərəfdəki partlayacaq. Yəni, güvənib bir yerə getmək olmur. İli köhnə avtomobil aldığınızdansa, gedin Çinin təzə avtomobillərinə, təzə avtomobillərinə üstünlük verin, ondan yaxşıdır. Getdiyin yerdə bu da bir dənə şlanqın uzvatından, bir dənə bu da nazik bir dənə borunun üstündə, bir dənə bundan yana 1000 manatdan çox zərər dəyib. Oradan da yağı siliyibdik. Bu da kəməri. Nə günə salıb kəmərində. Bax belə. İli köhnə avtomobildə belədir. Ona görə hər kəs üstünlük verir təzə avtomobilə ki, ən azından 5-10 il belə bir problem olmayacaq. Bu da Alman keyfiyyəti.